Hər il olduğu kimi bu ildə ölkəmizdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Artıq neçə ildir ki, bugün paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində təşkil olunur. Bu dəfə isə dayanacaq Qəbələdir və gün barədə ümumilikdə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev bizə məlumat verəcək. Qabil, xoş gördük. Xoş gördük. Hər birinizi təbrik edirəm. Bugün Bədən Tərbiyəsi İdman Günüdür. Eyni zamanda bugün əlamətlər gündür ona görə ki, 20 ildir ki, artıq 20 ili tamam olur ki, Bədən Tərbiyəsi İdman Günü ölkəmizdə belə qeyd olunur və bu hadisənin də əsası 30 il bundan öncəyə söykənir. Bildiyiniz kimi 1995-ci il martın 5-də Ulu Öndərimiz Heydər Əliyev ilk dəfə İdman İctimaiyyəti nümayəndələri görüşübdü və son 2 ildir ki, biz Bədən Tərbiyəsi İdman Gününü Bakıdan kənarda, paytaxtdan kənarda, regionlarda qeyd edirik. Ötən il Quba İdman Paytaxtı idi. Orada böyük bir tədbir təşkil olundu və bu il Qəbələ İdman Paytaxtımızdır və Qəbələdə gördüyünüz kimi İdman İctimaiyyəti nümayəndələri, bütün federasiyalar nümayəndələri, tanınmış idmançılar, çempionlar hamısı bugün burada bizimlə birlikdə qeyd edirlər İdman Gününü və bu o deməkdir ki, idman təkcə paytaxtda deyil, bütün ölkəmizdə geniş təşviq olunur. Azərbaycan idmançılar ilbəil beynəlxalq yarışlarda ölkəmizin necə ki şərəfini uğurla qoruyurlar. Eyni zamanda bölgələrdə bütün ölkə üzrə əhalinin sağlamlığına xidmət edən kütləvi bədən tərbiyəsi və idmana böyük diqqət göstərilir və inanırıq ki, bu il artıq start verilibdir Qəbələ İdman Paytaxtı layihəsinə və Qəbələdə il ərzində biz bir-birindən maraqlı idman tədbirlərinin şahidi olacaq. Təkcə Qəbələdə deyil, bugün bütün regionlarımızda və eyni zamanda Bakıda da müxtəlif tədbirlər təşkil olunur və idman həftəsi çərçivəsində martın 3-dən 9-una qədər bir sıra tədbirlərimiz nəzərdə tutulub. Artıq 3 gündür ki, bu tədbirlər təşkil olunur və növbəti günlərdə də bir-birindən maraqlı tədbirlərimiz seçiləcək. Bəs qeyd etdiyiniz kimi artıq 2 ildir ki, paytaxtdan kənarda təşkil olunur. Yəni bu paytaxtdan kənara çıxmaq ən azı idmanın inkişafına, gənclərin cəlb olunmasına, yəni öz töhfəsini veribmi? Əlbəttə, bu həm də bir seleksiya işidir. Bu, yəni bildiyiniz kimi Azərbaycan milli komandalarının tərkibində olan idmançılar həm Bakı, eyni zamanda bölgələrimizi təmsil edirlər, bölgələri təmsil edirlər eyni zamanda və bölgələrdə bildiyiniz kimi olimpiya idman komplekslərimiz var və olimpiya idman komplekslərində idmançılar, bütün növlər üzrə idmançılar yetişir və bu layihə də bir növ kütləvi bədən tərbiyəsinin və eyni zamanda bölgələrdə seleksiya işinin daha da inkişafına təsir edəcək. Artıq ötən il Quba İdman Paytaxtı layihəsi göstərdi ki, bu doğru bir addımdır. Necə ki, Qubada idmanla məşğul olanların sayı 50%-ə yaxın artdı və inanırıq ki, bu il bu İdman Paytaxtı layihəsi çərçivəsində də Qəbələdə, eyni zamanda digər regionlarda da idmanla məşğul olanların sayı artacaq. Bu eyni zamanda istedadlı idmançıların seleksiya vasitəsilə federasiyalar tərəfindən belə deyək də üzə çıxarılması və yığma komandalara, perspektivli olan gənclərin aşağı yaş qruplarında ümidverici komandalara cəlb olunması üçün bir şərait yaradır. Çox sağ ol, Qabil, təşəkkür edirəm. Bir daha xatırladım ki, 5 Mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu ilki gün Qəbələdə təşkil olunub və həm Qəbələdəki tədbir, həm də ümumilikdə 5 Martla bağlı ətraflı məlumatı bizə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verdi. Mənim hələlik çatdıracaqlarım bu qədər.